Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Yağışlı hava Dünya Şəhər Salma Forumunun 13-cü sessiyasının açılış gününə təsadüf etsə də, ictimai sayışın fasiləsiz qorunması təmin edilib. Hava şəraiti səbəbindən əsas güc polislərin üzərinə düşüb. Belə ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, tədbir iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar. Yerüstü və yeraltı piyada keçidlərinə giriş-çıxış istiqamətlərinə, eləcə də nəqliyyat vasitələrinin parklanmasına nəzarət gücləndirilib. İntensiv yağışın fəsadlarının qarşısının alınması məqsədi ilə koordinasiyalı fəaliyyət həyata keçirilib. Suyun kənarlaşdırılması, təxliyə və xilas etmə tədbirlərinə dəstək üçün bütün mümkün vasitələrdən istifadə olunub. Görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində tədbir müddətində ictimai qayda, təhlükəsizlik və hərəkətin fasiləsizliyi təmin edilib.